O həc məsələsi, baxın, günahlarına bağışlasın. ən böyük peyğəmbərimizdir. Həc də o bizim gözəl bir şivəmiz var, şəkil şivəmiz, şəkili qardaşlarımız ağzının içindəydi də. Hər il gedib gələ bilərdi. Həyatı boyu bir dəfə həcc edib. İndi 27 qat həcdən soruş ki, sən 27 dəfə həccə getməklə peyğəmbərdən çox savab qazanacağını düşünürsən. O elə düşünür. Qardaş, bu peyğəmbər bir dəfə gidibsə, bu 27 qat həcc Müəllim, o savab qazanmağını düşünmür. O fikirləşir ki, mən eyiblərim yuyulacaq gedəcək. Bəlkə də övünmək xarakteridir. Bizdə yayğındır 3 ulduz Məşhədi Kəbləyi həcci. Bu 3 ulduzu çiyinlə yapışdırdısa, məclisə mən dəfələr olur, məclisdə oturmuşam, Məşhədi Kəbləyi həcci içəri girəndə başa buyuruldu deyə də küçük gedən insanlar görmüşəm. O da yas məclisinin generalı. Müəllim, indi bütün hacılar mağaza müdürdür, cəmaat Allah'da. Bax, izləyicilərimizə xüsusən bir şey vurğulayım. Hansısa qaynaqda bugünə qədər Hacı İmam Əli kəlməsini eşitmişsiniz? Xeyr. Hacı değildi onlar, ilk hacı onlar idi. Əgər hacı söyləmək, hacı indi hacını həcc eləyiblər də bizdə kiçiltmə anlamında. Həcci nədir? Hacıdır da bu. Hacı söyləmək savab xeyirli əməl olsaydı elə birinci Hacı Muhammed deyərdim də sallallahu aleyhi və səlləm. Hacı İmam Əli deyərdim də. Mən o imamıma, o peyğəmbərimə hacı demədiyim halda sənə hacı deməyəndə nə məqsədlə küçük çıxıb gelsən? Demək ki, bundan suyu istifadə edirsən.